Akşamınız xeyir olsun. Əziz qonaqlar, əziz qohumlar, əziz muhasirlər, əziz ziyalılar. Bugün bu möhtəşəm binada böyük Azərbaycanlı şöhrət, şərəf, birinci dərəcəli əmək ordenli, ustad medallı, Azərbaycan Respublikasının xalq artisti, böyük insan, böyük şəxsiyyət Can Ali Əkbərovun xatirə gecəsidir, anın mərəsidir. Mən hamınıza dəvətimizi qəbul edərək və yaxud da bu məclisin sorağını işləyərək bura təşrif gətirənlərə öz adından, ailəsi adından minnətdarlıq bildirirəm. Belə bir məclisdə Cananın ölümündən sonra əlbəttə danışmaq çox ağırdır. Eynilə keçən il elə bu yerdə Canan müəllimin 80 illik yubileyi dövlət tərəfindən planlaşdırılıb tədbirlərə start edildikdən sonra tədbirə qədərki mərhələdə çox hörmətli Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin prezidenti gözəl ziyalımız Tofiq müəllim Əlizadanın təşəbbüsü ilə burada tədbir keçirildi. Can Ali Əkbərovla görüş, yəni hələ yubiley tədbiri baş tutmamışdı və bu salonda indi onların bəziləri iştirak edir, görürəm simalarına görürəm ki, onlar da keçən il bu məclisdə iştirak eləmişdilər. İndi tarih ilə gətirdi ki, bəşəriyyətə üz verən böyük bəla həmin tədbiri faktiki keçirməyə imkan vermədi. Amma dövlət başçısı həmin tədbirin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi. Ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım həmin tədbirlərə qədər bütün göstərişini verir və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar özünün də müvafiq tövsiyələrini vermişdir. Tarihlə gətirdi ki, Canan müəllim burada şəxsən iştirak elədir ki, sizlərin qabağında son sənət hesabatı verdi. Bugün onun haqqında keçmiş zamanda danışmaq ağırdır. Amma faktla barışmalıyıq. Ben bugün bu tədbirin təşkilatçısını sizə təqdim edirəm. Əslində onun xüsusi təqdimata ehtiyacı yoxdur. Amma elmə, incə sənətə, muğam sənətinə, ziyalılara verdiyi dəyərə görə təbii ki, özümün minnətdarlığını bildirmək şərti ilə mən çox hörmətli Tofiq müəllim Əlizadan sizə təqdim edirəm və bu məclisin aparılması ilə əlaqədar rəhbərliyi ona həvalə edirəm. Tofiq müəllim, buyurun. Hacını yerləşdirin. Hacı, buyurun. Bizim böyük sənətkarımız Aqil Məlikov. Respublikanın Əməkdar Mədəniyyət İşçisi. Çox hörmətli hərbi iştirakçıları, hörmətli qonaqlar, bizim hörmətli Tərlan müəllim dediyi kimi hamınızı xoş gördük. Çox təşəkkürümü mən də bildirirəm ki, dünya şöhrətli muğam ustası, mən deyirdim Azərbaycan milli musiqisinin, milli muğam ifaçılığı sənəti sahəsində böyük xidmətləri olmuş bir insanın şərəf, şöhrət, birinci dərəcəli əmək ordenli xalq artisti Profesör Can Ali Əkbərovun xatirə gecəsinə təşrif buyurursunuz. Yəqin ki, qohumları, onun yaxınları bilirlər ki, ayın 30-unda rəhmətliyin Can Ali müəllimin qırq mərasimi olacaq və mən onların yaxın insanları, yaxınları ilə belə bir məsləhətləşmə oldu ki,
40 mərasimindən öncə belə bir tədbir edək. Çünki ola bilər sizlər 40 mərasimdə iştirak edə bilmədiniz. Məlum səbəblərdən toplaşmağa da biraz icazə verilmir çox da. Ona görə də hamınıza təşəkkürümü bildirirəm ki, vaxtınızı sərf edib bugünkü tədbirə qatılmışsınız. Azərbaycan xalqı öz milli mənəvi dəyərləri ilə çox öyünməlidir və çox sevinirdir ki, bizim muğam sənəti kimi böyük bir sərvətimiz var. Tarixən əsrin əvvəllərindən Cabbar Qaryağdıoğlu Şuşalının, Seyid Şuşalının, Xan Şuşalının Azərbaycan mədəniyyətinə, Azərbaycan muğam sənətinə verdiyi töhfələri nəzərə alaraq o dövrdən bugünə qədər onlarla Azərbaycanın sayılıb seçilərin sənətkarları yetişmişdir. Təbii ki, belə bir insanların biri də əqidəsi, düzlüyü, necə deyirlər, muğam sənətində özünə məxsus yer tutmuş insanların biri də bizim hörmətli, Allah ona qəni-qəni rəhmət eləsin, Kənan Əkbərov olmuşdur. Hamınıza məlumdur ki, Azərbaycanda muğam sənətinin inkişafı üçün bu gün də, yəni UNESCO-nun məlumatları bu barədə var. Ölkəmizin rəhbərliyi və eyni zamanda da birinci vitse-prezident Mehriban xanımın bu sahədə böyük işləri var və Cənali müəllimin də dəfn mərasimi dövlət səviyyəsində oldu və yüksək səviyyədə də bu mərasim keçirildi. Hətta Mədəniyyət Nazirinin özü də bu tədbirdə iştirak etdi. Cənali müəllim Azərbaycan muğam tarixinə böyük hərflərlə yazılması bir insandır. Eyni zamanda da onun opera və balet teatrında oynadığı rollar, Leyli Məcnun operasında, Şah İsmail, Gəlin Qayası və onlarla sayılan operaların demək olar ki, baş qəhrəmanlarından biri olmuş, özünə məxsus tərzdə Azərbaycan muğam ifaçılığı sayəsində xidmətləri olmuşdur. Mən Cənali müəllimlə bir 10 il vaxt olar ki, Cənali müəllimlə dostluğumuz baş tutmuşdur. Bizim dostluğumuzun da səbəbi ondan ibarət idi ki, biz xarici ölkələrdə böyük tədbirlər keçirirdik, amma nədənsə xarici ölkələrdə məskunlaşmış 50-60 milyonluq Azərbaycanlıların milli mənəvi dəyərlərlə bağlı onların xüsusiyyətlərini mən anlamırdım. Və həmişə də deyirdim ki, axı bizim dəyərlərimiz böyükdür. Siz niyə milli musiqimiz deyil, ümumiyyətlə şou biznesə, zəif musiqilərə qulaq asırsınız. Axı muğama qulaq asan, muğamı dinləyən, muğamı sevən insan cinayət eləməz. Muğam sevən insan atasının, anasının qaydana qalar. Muğam sevən insan vətənin, torpağın qaydana qalar. Və bu barədə çox danışırdım. Eyni zamanda da 25 il, 30 il öncə mənim bəxtimdən elə olub ki, dostluq elədiyim ziyalıların hamısı məndən 30 yaş böyük insanlar olub. SSR Xalq Artisti Lütfiyar İmanov bizim təşkilatın ağsaqqallarından olub. Xalq şairləri Nəbi Xəzri, Söyrəb Tahir, Əlbalı Hacızadə. Biz həmişə bir yerdə toplaşıb Azərbaycançılıq ideyalarından bağlı mən onların nitqlərinə qulaq asırdım. Və eyni zamanda Cənali müəllimlə də ən böyük xüsusiyyətlərindən biri o idi ki, o gözəl natiq idi. Və daima muğamın, mən deyərdim ki, sərkərdələrindən biri olmuşdur. Ola bilər, bilirsiniz, indi elə bir zamanədə yaşayırıq ki, mən muğam ifaçılarını qınamıram, adlı salını, titullu, heç kimə sən pis oxuyursan deyə bilmirlər. O dəqiqə inciyirlər bu insanlar, amma Cənali müəllim kimi insan hər halda muğama təsadüfən gələn, işsizlikdən gələn, boş bir bekarçılıqdan gələn adama deyə bilərdi ki, ay oğlum, muğamın sərhədi bax bura qədərdir, səndən muğam ifaçısı olmaz. Yəni, mən çox istərdim ki, gələcək nəsil, siz nəsil, bax burada eləşən xalq artistləri, əməkdar artistləri də var. Bu sərhədi Cənali müəllimdən sonra estafedə əlinizə alın. Deyin bunları, muğamımıza təcavüz eləməsinlər. Mən xarici ölkələrdə erməni təcavüzündən Azərbaycanı qoruyuram. Mənim kimi yüzlərlə insanlar. Amma burada da siz qorumalısınız bunu. Mən çox təəssüfləndim ki, Üzeyir Hacıbəylini Orta Asiyalarda tanımadılar. Özbəkistanda, Qırğızstanda tanımırlar. Balaca bir 20 yaşında olan Üzeyri tanıdılar. Mənə bu dəhşətə gəldi. Müsəlman dünyasının ilk operası harada yaranıb? Azərbaycanda. Müsəlman dünyasının ilk bəstəkarlığı harada yaranıb? Azərbaycanda. Biz elə Leyli Məcnun operasını dünya müsəlmanlarına tanıtıra bilmədik. Çox təəssüflənirəm biz bundan. Gələk tanıtıraydıq. Onda bizim sərhədlərimiz, ideoloji sərhədlərimiz çox böyük olardı. Cənali müəllimin bildiyiniz kimi biraz nasazlamışdı xəstəliyindən bağlı. Amma mən çox tələsirdim ki, onunla bağlı bir tədbir edeyim, 1 il 9 ay öncə. Və çox danışırdım mən bizim hörmətli Sabir müəllimlə, onun Nurəddin müəllimlə ki, mən görüş istəyirəm, amma bəzi səbəblərdən alınmırdı. Amma bir gün bu məsələ həllini tapdı. Cənali müəllimin ad günü, hamı bilir ki, mart ayının 10-undadır. Amma eyni zamanda da mart ayının 10-unda Filarmoniyada, səhv eləmirəmsə, onun yubileyin keçirilməsi istəyirdi, 80 illik.
Amma mən çalışdım ki, elə bax bu zalda ayın 7-sində, mart ayın 7-sində onun bir tədbirini edək. Bax bu şəkili görürsünüzmü? Bizim çox hörmətli Sevda xanım Əlibəyli bu jurnalın təsisçisidir, rəhbəridir. Çox gözəl, nəfisdir. Bax belə bir jurnal təsis etmişdi və onun 80-lik yubileyinə hədiyyə edir, eləmi Sevda xanım? Bax burada ayın tarixi də var. Hətta martın onu Azərbaycan Dövlət Filarmoniyasının olan tədbiri. Çox təəssüf ki, o dövrdə biraz bu xəstəliklə bağlı təxirə salındı bəzi məsələlər və biz ayın 7-sində tədbir etdikdən sonra icazə verilmədi artıq belə toplaşmağa. Və Canəli müəllim son dəfə belə bir toplantıda son tədbiri elə biz keçirdiyimiz tədbir oldu. Mən çox istərdim ki, indi 9 ay öncə olmuş kadrlara baxaq, siz heç kim onu görməyib, biz o vaxt çəkmişik, onu saxlamışıq arxiv kimi. O kadrlara baxaq, indi bəzi məlumatlar var, sonra da sizə verəcəm. Amma mən deyərdim ki, Canəli müəllimin elə o 3 saatlıq burada tədbirdə cəmsi orada 2 dəqiqə onun danışığı oldu. Sabir də yanında gəlirdi. 2 dəqiqə zarafatla mənimlə bir zarafatlaşdıq. İndi qəribə budur ki, həmən adamların çox adam buradadır. Bax bu yerdə Canəli müəllim əyləşmişdi. İndi bugün onun qardaşı Tərlan müəllim əyləşir burada. O adam yoxdur bugün. Amma biz buradayıq. Allah ona qəni rəhmət eləsin. Amin, amin. Zəhmət olmasa verin. Bitirmiş damat olmasın. Bu dağda bir maral var. Hamı sizə görə yığışır. Ben bu kaşımın yeri ben de Medine. Ay yerim bilirim, buradan çəkimə bakayım. Salam, Allah sana ömür versin. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Allah razı olsun. O gün olsun 150 güvendesinler. Seni aldım. O gün olsun 150 güvendesinler. Ana korktum şu an. Korktum şu an. Bizi şaşaltma. Allah sana can sağlık versin. Hayır diyor. Buyurun. Bizim qonağımız. Hanımlar gəlin, hanımlar. Ha, evladı ki, maşallah. 2 ayda yeri verdi. Bildim ya. Ha, size bir toy edin. Bu hayır işinde görürsünüz. Allah Hacı. sen adıva durdum tərlan. Çok sevindim ona. Uşaqlar məni geyindir müəddinlə. Müəddin çox zəhmət çəkir. Ay Allah kömək olsun bu deyil. Ha. Neçə gündür, bir ildir burada söhbət edirik. Sonra yolundur. Ha, bilirler. Allah saklasın. Allah bir versin. Biz hamı sizin olun, hoş geldiniz. Dille olmaz el vurmak. Gelin hanımlar. İşləyəsən deyil. Neyse, ne var ne var. Uzun ömür, can sağlığı arzulayıram. Hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, hörmətli Azərbaycan muğamını və Canəli Əkbərovu sevənlər. Hamınız xoş gəlmisiniz. Bugün Azər Kitab Təbliğat Mərkəzində bir bayramdır. Demək olar ki, bir yox, 2 bayramdır. Öncədən Canəli müəllimin simasında, birinci Canəli müəllim, bütün Azərbaycan qadınlarını, burada əyləşmiş bütün qadınları 8 mart münasibəti ilə təbrik edir. Düzdür Canəli müəllim? İkinci bizim əsas məqsədimiz, bura toplaşmaqda əsas məqsədimiz, dünya şöhrətli xanəndəmiz
Azərbaycan Milli Muğamının ustadı, Şöhrət Ordenli, xalq artisti, professor və demək olar ki, Azərbaycan muğam sənətinin inkişafında böyük xidmətlər göstərmiş bir sənətkar. Bizim Canəli müəllim Əkbərovun 80 yaşı tamam oldu. Sonradan bilirsiniz, Azərbaycan böyük bir nəhəng nailiyyətlə mən belə düşünürəm, təxmin edə bilər. Biz bir neftimizlə, bir də milli mənəvi dəyərlərimiz olan muğamlarımızla. Neftimiz tükənə bilər, sərvətimiz tükənə bilər. Amma Azərbaycan muğamı, görün, nə yüksək səviyyədədirsə, inanmıram ki, Azərbaycan muğamı səslənən yerdə kimsə bizə qalib gələ bilsin. Və onu yüksək səviyyələrə qaldıran insanların biri, bax bu 2-3 nəfərdən biri, birincisi demək olar ki, Canəli müəllim Əkbərovdur. Allah ona can sağlığı versin. Bilirsiniz, Azərbaycan əsrin əvvəllərində 3 nəhəng muğam daisi demək olar ki, Azərbaycana bəxş edildi. Cabbar Qariyardoğlu Şuşalı, Xan Şuşalı və Seyid Şuşalı. Və siz inanın ki, mən düşünürəm ki, bu insanlar olmasaydı Azərbaycan muğamının hansı vəziyyətdə ola bilərdi? Və bizim Xan əminin, böyük Xan əminin, bax, ən gözəl tələbəsi, ona sədaqətli insanların, bax, mən deyərdim, birincisi Canəli müəllimdir. Biz Canəli müəllimlə 5 yıl olaraq biz dostluq və ilk dəfə bizim Mədəniyyət Naziri daxilində olan Böyük Gənclər Kitabxanasının direktoru Tahir müəllimlə əyləşib, onun kitabxanasında Canəli müəllimə böyük bir tədbir hazırladıq. Burada Sabir bəy, Nurəddin bəy və doktor Elxan da orada iştirak elədi. Mən özümə milli mənəvi borc bildim ki, belə bir insanları qorumaq lazımdır. Kaş bu insanların 100 yaşına çatmasına biz kömək edə bilərdik. Çünki minlərlə insanın boş-boşuna həyatda yaşamasının Canəli müəllim kimi, burada oturan ziyalılar kimi yaşaması Azərbaycan üçün böyük uğur gətirə bilər. Mədəniyyətimizin inkişafı, operamızın inkişafı sayəsində bu insanın ömrünün 40 ilini, 50 ilini tutaq ki, Leyli Məcnun operasında, eyni zamanda da Şah İsmail operasında ən yüksək zirvələrə qalxan bir musiqi mədəniyyətini Azərbaycan xalqına bəxş etmişdir. Canəli müəllim, siz sadə bir ömür sürməmişsiniz. Siz elə bir ömür sürmüşsünüz ki, bundan sonra da 100 illərdə keçsə Canəli Əkbərovun adı bütün Azərbaycan tarixinə yazılacaq. Mən çox istərdim ki, indi də sözü bizim çox hörmətli sənətşünaslıq doktoru, bizim Səadət Təhmiraz qızına verin. Buyurun. Əlbəttə, mən də öz növbəmdə hər kəsi salamlayıram. Təbii ki, içimizdə nə qədər kədər hissi olsa da, amma hər birimiz üçün bugün bir fəxarət hissi də var. Çünki belə insanlar, belə simalar ölmürlər, onlar əbədi yaşayırlar. Necə ki, Seyid Əzim Şirvani deyirdi, Müftü Cismani ilə sanma mənim ölməyimi, Seyyida ölmərəm, aləmdə səsim var mənim. Bizim aləmdə səsi olan və yaşayan neçə müqtədir sənətkarlarımız var və bugün Canəli müəllimlə cismən aramızdan geçsə də ruhən həmin sənətkarlarla bir mənəvi görüş etdi. Və Canəli Əkbərov deyəndə təbii ki, Tofiq müəllim çox gözəl xarakterizə elədi. Azərbaycan muğam sənətində öz yeri, öz dəsti xətti olan bir sənətkar və Azərbaycan xalqına layiqincə xidmət edən bir vətəndaş və Azərbaycanlılar üçün yüksək etik, bədii, zövq aşılayan və daim tariximizdə yaşayacaq bir şəxsiyyət anılacaq. Bu insan həmişə xatırlanacaq, həmişə yadda qalacaq. Onu xatırlayan, yaddaşlarda saxlayan, özündən sonra vaxtı ilə özünün, yəni zəhməti sayəsində, istedadı sayəsində araya ərsiyə gətirdiyi səs yadigarları olacaq. Bilirsiniz, yəni belə insanlar haqqında danışmaq insanı sanki mənəvi cəhətdən də zənginləşdirir. Çünki düşünürsən ki, bəli, həyat budur. Bir də Seyid Əzimdən bir misralar düşür yadıma ki, dünyaya gələn getmək üçündür, bu nə qəmdir. Bir fikr elə gör, firqət-i aləm nə üçündür. Sanki bu klassiklərimiz, bu dünya şöhrəti qazanan bizim sənətkarlarımız elə öz ölümlərini də, öz cismani yoxluqlarını da təbii ki, dərk edib, duyub və bunun insan həyatı üçün
labud olduğunu, insan həyatı üçün dəyərli və eyni zamanda da vacib olduğunu öz misralarında yazıblar. Və hər birimizə anlatmaq, hər birimizə çatdırmaq istəyiblər ki, bu dünyada yaşamaq yalnız insanın əməlləri ilə əbədi yaşamlıq qazanmaq deməkdir. Mən elə düşünürəm ki, Canəli müəllim kimi sənətkarlar və Canəli müəllim həmin o əbədi yaşayan insanlardandır. Əlbəttə, mən burada xatirə danışsam, bəlkə də çox vaxt aparar. Çünki Canəli müəllimlə yaradıcılıq münasibətlərimiz çox olmuşdur. Mənim hazırladığım radio verilişlərində Canəli müəllim dəfələrlə iştirak eləmişdi. Yalnız özü haqqında deyil, Azərbaycan ifaçılıq sənətində adı yüksək olan sənətkarlar haqqında çox dəyərli xatirələr söyləmişdi, fikirlər bildirmişdi. Və Canəli müəllim sözün əsl mənasında insanın dərdinə yanan, insanın dərhal kömək əlini uzadan bir insan idi. Və əlbəttə, belə keyfiyyət bəzən hər kəsə də nəsib olmur. Yəni, bu da onun xeyirxahlığının bir ifadəsi idi. Canəli müəllim bizim evin, bizim ailənin ağsaqqalı idi. Yəni, çox təəssüf ki, bugün mənim atam burada iştirak edə bilmir. Yəqin hamınız tanıyırsınız, bilirsiniz. Əməkdar artist Təhmiraz Şirinov bir balaca səhhətində problem olduğuna görə gələ bilməyib. Əlbəttə, mən onun adından da, ailəmizin digər üzvləri adından, yəni hər kəsin adından, Canəli müəllimi tanıyan bizim yaxınlar, doğmalar adından mən bugün Tərlan müəllim başda olmaqla, Sevinç xanım, Tərənə xanım başda olmaqla, Canəli müəllimin övladlarına baş sağlığı verirəm bir daha. Və əmin olun ki, həqiqətən sizin atanız, sizin qardaşınız, sizin babanız elə bir ömür yaşamışdı ki, o əbədi bir ömürdür. Əbədi ömrü olan insanlar da, inanın, səmimi deyirəm, valla, Tanrının sevib seçdiyi bəndələrdir. Çünki heç kim bu dünyada əbədi qalmır. Bu dünya hər birimizin o dünya üçün bir mənəvi körpüsüdür. Odur ki, Canəli müəllim kimi insanlar bu körpünü çox ləyaqətlə, bu körpünü çox möhkəm addımlarla irəlilədilər və ölümə doğru da alnı açıq üzü ağ getdilər. Çünki ölüm onları heç vaxt yaddan çıxara bilmədi və bilməyəcək. Necə ki, Ölməz Səməd Vurğun Dahi Üzeyir bəy haqqında yazırdı. Ölüm sevilməsin boy, ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Bütün həyatı, bütün insanlığı, bütün sənəti sevərək yaşayan Canəli müəllim həmişə sevilərək də yaddaşlarda qalacaq. Ruhu şad olsun. Təşəkkür ederim. Tamam. Mən rica edərdim çıxışlardan qısa, yəni 3-5 dəqiqə ərzində fikirlərinizi bildirin. Çünki çıxış edənlər çoxdur. Sevda xanım, buyurun, sizlərə eşidək. Bax, belə bir gözəl nəfisli jurnalın başı redaktoru Sevda xanım Əlbəydir. Ailə adına təşəkkür edirəm. Çox sağ olun, Tofiq müəllim. Mən bugün ilk növbədə sizə minnətdarlığımı bildirirəm. Çünki Canəli müəllimin sağlığında elə sonuncu tədbirini siz apardınız. İlk tədbirdən, yoxluğundan sonra da. Yoxluq, yəni adi sözdür. O əbədi yaşar bir sənətçidir. Yenə də siz elədiniz və özü də sizə çox minnətdarlıq edirdi. İndi o lent yazısına baxıram, deyirəm, nə yaxşı ki, lent yazılarının ömrü insan ömründən etibarlıdır. Yəni biz 1 il 9 aya qayıtdıq. Keçən ilin 7 martına. Elə 7 mart demişkən onu deyim ki, Tərlan müəllim, o Qarabağlı özünü sayırdı da, yəni bir sənətçi olaraq böyük Azərbaycanlı idi. O heç vaxt demirdi ki, mən filan yer, belə filan yer. Belə Qarabağ onun sevdiyi torpaq idi. Çünki onun xarakterinin ən gözəl xüsusiyyətlərindən biri insanlara sədaqət, sənətə sədaqət idi. Bu mənada o iki adamı özünə ustad götürmüşdü. Bir xan Şuşalını, bir də ki, atası Xan Əli kişini. Yəni, o hər zaman müsahibələrində deyirdi ki, Qarabağ torpaqları işğal altındadır, mənim səsim orada dursaydı. Çox arzulayıram ki, o yerlərə gedim, o səsimi təzədən daşda qayada səsimə əks-səda versin. Tərlan müəllim mənə söylədi ki, Qarabağ torpaqları işğaldan azad olmandan sonra o öndə İlham Əliyev və Silahlı Qüvvələrin Ali Baş Komandanına telegram ünvanladı. Və bir arzusu mən çox təəssüflənəm ürəyimdə qaldı ki, o Qarabağ torpaqlarına gedə bilmədi.
Və inanıram ki, orada tədbirlərdə hər zaman onun səsi səsləndiriləcək, yaşayacaq. Bugün mən onun doğmalarının əzizlərinin ovqatındayım, məni biraz üzürlü sayın. Çünki yara çox təzədir, hələ biz göz yaşlarımızı qurutmamışıq. Dəla müəllim, çox sağ olun, siz də təşəbbüskar oldunuz. Tofiq müəllim, mən sizə o qədər minnətdarlıq edirəm. Söz bu dəqiq mənim üçün acizdir. Bir də bugün Nurəddin müəllim burada iştirak eləmir, onun böyük ürəkənidir, Sevinç xanımın yoldaşı. Dəfələrlə demişəm ki, həyatda nə oğul belə olar, nə qardaş, heç kim. Onun bütün arxivin o qədər səliqə ilə o yığıb, harada bir bu boyda qəzet parçası da varsa, harada bir kəlmə söz deyibsə də, hamısı onun arxivindədir. Bugün çox təəssüf ki, onun qardaşı rəhmətə getdi, məclisimizdə iştirak edə bilmir. Çox sağ olun, bu dünyaya hamı getmək üçün gəlir, amma hər dünyadan köçən təəssüflə xatırlanmır. Canəli Əkbərov, Azərbaycan muğamının dünyaca şöhrətlənməsində xüsusi rolu olan bir sənətçi, bugün təəssüflə xatırlanır və başqa cür ola bilməz. Ruhu şad olsun. Sağ olun. Yadınızdadırsa, Tərlan müəllim, hələ sağlığında mən təşəbbüskar olmuşdum ki, ümumiyyətlə Cənub zonasında, Lənkəranda, ümumiyyətlə Canəli Əkbərov muğam məktəbi yaransın. Onun adı ilə bağlı muğam məktəbi yaransın və mən bir həftə öncə Mədəniyyət Nazirinə məktub ünvanladım rəsmi olaraq və xatirə gecəsinin keçirilməsi Lənkəranda, Bakıda və eyni zamanda da yəqin ki, muğam mərkəzində də səviyyəsində xatirə gecəsi olunacaq. Və Mədəniyyət və İncəsənət Universitetində də məktub ünvanlamışıq. Yəqin ki, orada da Canəli müəllimlə tədbir keçiriləcək. Vaqif müəllim, sizin təəssüratlarınız necədir? Buyurun. Bu dünyada göstərdiyi o əməlləri kimi göstərilmiş. Mən onunla 8 yaş fərqimiz burada, 7-8 yaş fərqimiz. Mən 48-əm, o 40-dır. İlk dəfə məni xarici ölkəyə, səfərə Canəli müəllim. 41 yaşım var idi, heç bir dənə xarici ölkə bilmirdim. İmkan var ki, gedənlər gedir, amma mən getməmişdim. Mən Canəli müəllim. Şvetsiyaya getdik, Stockholm, ondan sonra Falun şəhərinə getdik. Festival vardı orada, Azərbaycan. Bizdə çox maraqlıdır ki, birbaşa milli paltarla getmişdik. Sevdaxanın tarixləşdiri bu. Bəli, bəli. Neçənci var müəllim? 81-ci il. İsveçli Falun festivalı. Deməli, 200 rubl dəyişdilər bizə, 300 dollar verdilər. Gördüm nə vaxt demişlər. Rəhmətli Elman Bədəlov. Elman Bədəlov, Muhammed Məhməd Əliyev, Aydın Çobanoğlu, Canəli Əkbərov və mən. Deməli, balaca bir sastav, heç nağara zat da yoxdur. Nağarana da dəf çalırdı. Mən sola çalanda o mənə dəf çalırdı. Həm oxuyurdu, həm dəf çalırdı. Özdəki səsi çıxanda bütün zal ayağa qalxırdı da, belə şey yoxdur. Yəni, çox möcüzəli bir konsertlər oldu orada. Yəni, Avropada bəzi şeylərlə uşaqlarla danışırdım. Canəli Əkbərovu mən ondan çox qabaqladan tanıyıram. Çünki bir yerdə, toylarda bir yerdə olmuşuq. Danışan yerdə. Məsələn, Binə kəndində rəhmətli Şükür vardı. Burada indi bayaqları Binədən bir nəfər vardı, onunla da söyləyəm. Yəni ki, şahidliyimi eləyə bilər. Zabinin toyunda, Zabil də orada sərpaylıq edirdi də, hörmətli bir oğlan. 10 xanəndə, başda xan əmiyi olmaqla, həyatda da ki, Zaur Rızayev təzə çıxmışlar o vaxtda, ora qədər. 10 dənə xanəndə, birinci dəfə orada mən gördüm. Həmişə mən Binə kəndini mən çalırdım. Canəli Əkbərovsuz da Binədə toy oldu. Həcbaba olardı, o olardı. Bunlar ikisi mütləq olmalıydı. Yəni, bunun nəfəsi gələn kimi o saat bir başqa bir təlatümə düşürüb. O kətdə ümumiyyətlə belə xanəndələri, bu unikal xanəndələrə qiymət verən
kənddir. Nardarandır, Binədir, bunlar bir başqa mühitdir də. Yəni, neçə illə, 13 il təxminən mən o kəndi çaldım. Canəllə biz böyürük həmişə. Yaxşı dostluğumuz vardı. Sonra da ki, başlandı birinci xarici səfərlərimiz Şvetsiyədən. Bizim orada şəhərin içərisində milli formada gəzməyimiz məsələsi var. Birimiz də paltar geymədik. Ancaq papaq, o milli forma, onunla gəzirdik şəhərin içərisində. Hamı bizə baxdı. Sonra, necə deyim, bunun bir çox maraqlı və qəribə bir xüsusiyyəti vardı. Elə ürək verirdi adama ki, deyirəm, mən nağara yoxdur, mən burada nə dərsə solo çalım, solo çalım, sonra onun dalını çalmaq lazımdır. Deyirəm, mən çalacam da sən. Deyirəm, çala bilməzsən, başqası. Çaldı, özü elə gözü. Kanalda var, oyun havaladı, müşahiət edir, qabalı. Hə, müşahiət edir. Müşahiət edir. Yəni ki, Allah ona rəhmət eləsin. Çox şən. Bizdən heç ona... Yəni ki, onu da... Mən onu elə o dövrdə nə tərk görmüşəmsə, elə xatırlayıram. İstəmirəm də başqa cür xatırlayam. Allah ona rəhmət eləsin. Hamımızın üstündə onun bir nəfəsi var. Çox sağ olun. Allah Tofi müəllimə də can sağlıq versin ki, belə şeyləri qiymətləndirir. Çox adam istəyir bu şeyləri eləməyi. Amma eləyən adam azdır. O qabağa düşən adam lazımdır. O aparıcı qüvvə lazımdır. Çox sağ olun. Sən bizdən kiçik də olsan, amma bizdən böyük işlər görürsən. Allah razı olsun hamımızdan. Teşekkür ederim. Çox sağ olun. Çox sağ olun. Çox. Sağ olun. Bizim məclisdə Milli Konservatoriyanın müəllimi, Əməkdar İncəsənət xadimi, hörmətli Agül müəllimə ilə Şeyh Məlik. Çox istərdik ki, Agül müəllim, sizi də dinləyək. Buyurun, Agül. Burada gözəl sənət adamları, mütəxəssislər çox yaxşı sözlər dedilər. Sanali müəllimin sənəti haqqında, onun şəxsiyyəti haqqında. Mən biraz çətinlik çəkirəm. Bir daha da şey hazırlamışdım deyim, o da Saadət xanım dedilər. Simmət Buruni şeirdi, mənim ən çox sevdiyim şeirdi. Allah rəhmət eləsin Sanali müəllim. Sanali müəllimin sənətinin böyüklüyü haqqında mən ancaq müşahidə edeyim və bir cəhət demək istəyirəm. Çox vaxtımızı almaq istəmirəm. Evdə olub, sənlə söhbətlərimiz olub, konservatoriyada demişəm mən. Sanali müəllim çox böyük bir xidmət göstərmişdi. O mənada ki, o Azərbaycan muğamlarını, çünki onun sesi çox vaxt olur da, görürsənіз, zil xanəndənin çox bəmə sesi işləməyir. Onun üçün tutmur bəndə, ya orta pərdədə. Ona Allah Teala bir unikal bir istedad vermişdi ki, həm qartonlu sesi vardı bəndə, tuturdu adamı. Bakıda da o sesi çox sevirlər, hər yerdə sevirlər. Orta pərdədə oxuyurdu. Zil pərdələrdə gördünüz də, mən Şəhdi Şahnazda Vali Rəhimov var Tarsalan, araları çox gözəl münasibətləri var. Mənim üçün çox tanışıyım. Deyir, həzi bir də bir rayonlara çox getmişik deyir toya. Bir də gecə saat 1-də Kürt Şəhnaz sifariş edilər buna. Biz də oradan çıxıb, adam Şəmkirdən hansı rayona gedir, o adını deyir, mənim çıxıb yadıma. Çıxıb gecə ilə başqa bir rayona getməliyik toya. Deyir, Allah'ın olsun, Sahad yarım Kürt Şəhnaz oxudu. Sahad yarım. Çünki Vali Rəhimov özü çox gözəl mütəxəssisdir. Muğam elmini bilən adamdır burada. Sənət adamları bilirlər. Hər ki, o burada yox, gələk burada olaydı. Ona görə də o oxuyub deyəndə demək, o doğrudan yüksək səviyyədə oxuyub ki, Vali Rəhimov onu belə mətal alıb deyir. Bu səsdə zərrə qədər dəyişir, yox, dedim, yox. Bu sabahki toyda da oxuyur. Toy yerisini çağırdı, dedi ki, bizə icazə verin, biz buradan çıxarıq, səhərə yaxın əmzaq çatabil, mən Mansıraya. Getdik deyir. Getdik deyir, rayon yerlərində olaraq gündüz ixtilatı olur. Qabaq Bakıda da olur beləsi. Xanəndəm gündüz ixtilatı, axşam ixtilatı. Çada çatmışım deyir, çay içməmişim bir üstüyan, deyirlər ki, xanəndə bir oxusun. Dursun Allaha. Qurudum qaldım deyir, mat qaldım, bu zənələr ki var o bir oxuma oxu deyir. Hələ bir bu adam dünən gecə saat 1-də Kürt Şəhnaz oxuyan adamdır. O qədər Allah Teala ona bir güclü səs imkanları vermişdi.
O səsdən gözəl istifadə elədiyi çox tamam o böyük işlər görür muğam sənətində. Amma bir də mənim öz müşahidə elədiyim o muğamları oxuyub, muğam dəstgahlarını oxuyub, dərslik şəklində oxuyub. İnanmırlar. Çox xanəndələr muğam oxuyublar. Toylarda oxuyublar, konsertlərdə oxuyublar. Amma bilmirəm, o rəhmətli soruşmamışdım ondan. Qabağına məqsəd mi qoymuşdu? Onu uzun eləmişdi. Yəni, elə alın. Canəli Əkbərovun oxuduğu muğam dəstgahları dərslik şəklindədir. Xanəndə, tələbə qoysun qabağına, dərslik kimi öyrənsin, geçsin. Bu çox böyük xidmətdir. Olduqca bir klassik formanı tam saxlamaq şərti ilə. Bunu bu tərəfi. Mən biraz qəzəliyyata, şeiriyyata belə biraz çox meyl edən adamam. Canəli Əkbərov ərzu yaxşı bilir, çox yaxşı bilir. Bu da o nədən əmələ gəlirdi? Cənub zonasına mən çox gelmişəm. Toylara, yığıncaqlara və 25. Mən görmüşəm Cənub zonasının adamları ərzu yaxşı bilirlər. Çox gözəl qavrayırlar. Olan atası da xanəndə olub, Allah rəhmət eləsin. Gözəl bir mühitdə yetişib və qəzəllə, muğamla yanaşı həm də qəzəl əruz şeirini bilən xanəndə idi. Bu nadir hallarda olur indiki zamanımızda. Biraz bu qəzəliyyat məsələsində işlər o qədər də yaxşı getmir, o açığın deyil. Çünki tədrisi də yaxşı səviyyədə, yüksək səviyyədə deyil də, açığı. Muğam, filologiya fakültəsində bəlkə də 4 il keçirlər, o başqa şey. Amma muğam məktəblərində əruzu az keçirlər. Əruz belə bir dəryadır, belə bir elmdir ki, muğamla yanaşı 4 il muğam oxuyursan, gərək 4 ildə əruz oxuyursan ki, bəlkə bir şey öyrənirsən. Amma bizdə də hələ az keçilir, başqa yerlərdə az keçilir. Onun ən böyük məziyyətlərindən biri, sənətinin böyük cəhətlərindən biri də onun əruz vəzinini və qəzəliyyatı gözəl bilməsi idi. Mən onu çox, Mərdəkanda bir toy vardı. Nəsə 84 yaşdan 5-ci il. Həzbubay Söynov, Canəli Əkbərov, Yağub Məmmədov, Qulu Əskərov, Qulu Əskərov, bir də Alim Qasımov. O toyda səhərəcən oxumağa getdi. Səhər saat 5-də mən gəldim və bizə yaxındır. Amma toy getdi. 6-da, 7-də, 8-də qutardı. Mən orada o kişilərin sənətinin aşığı oldum. Canəli Əkbərov bir insan kimi oradan onun bir gözəl sözü vardı, dillər əzbərdi ki, hələ bir şeydən xoş gəlmədiydi, xaricdə olmamısan, bir belə söz. Şəxsiyyət kimi də, xeyrə şərə yarayan adamdır. Bizim hər hansı bir yığıncağımız olur, xeyrimizdə, şərimizdə Canəli Əkbərov həmişə gəlib iştirak edib. Allah onu rəhmət eləsin. O poyonda bu Səməqulunun başqa şeyini deyim mən deyim, böyük şəxsiyyətlər yaranır az-az, hər yerdə, hər zaman inci tapılmaz. Canəli Əkbərov həmin o nadir incilərdəndir. Sağlığında qiymətlədir. Siz fikir vermişsinizmi? Yəni, muğam ifaçılarının əksəriyyəti, yəni demək olar ki, hamısı belə bu yaşlılar və sədaqətli insanlar, muğama sədaqətli insanların geyim formasına baxın. Çox təəssüflənirəm ki, indi bəzi gənclərimiz hətta cins şalvarda ya burada İngilizcə yazılmış sözlərlə muğam oxumaq istəyirlər. Bu muğama rəzalətdir. Mən xahiş edərdim, burada orta nəslin nümayəndələri var. İmkan dairəsində icazə verməyin, qoymayın onları muğamı bugünə salsınlar. İcazə verməyin, muğamı yerdə uzanıb oxusunlar. Olmaz. Köynəklə, mollalıqla, yəni muğam başqa, bax, örnəkdir bu insanlar. Xan Şuşalı yerdə oturmuşdu mu? Canəli Əkbərov yerdə oturmuşdu mu? Yəni başqaları, olmaz muğamı bugünə salmaq olmaz. Ona görə də Vaqif müəllim bilir, xarici ölkələrə o dövrdə estrada orkestrinin nümayəndələrini göndərmirlər, ancaq muğam. Hələ Sovet vaxtında ancaq muğamı təbliğ edirlər. Niyə? Milli mənəvi dəyərlər məsələsi. İndinin özündə də. Siz görürsünüz, xarici ölkələrə estrada müğəmləri Azərbaycan 10 günlüyə təbliğ olunsun. Nadir hallarda olur. Əsas muğam üçlükləri gedir. Ona görə də mən sizdən rica edirəm, muğam sevərlər, muğam dərsi deyənlər, biraz ciddi olun o sahədə. Mən bizim məclisdə əyləşən hörmətli muğam ifaçıları var. Sayılıb seçilən ziyalılardan biri də Respublikamızın əməkdar artisti, şəxsiyyətinə hörmət edirəm Zakir müəllimi.
Zakir Əliyev əyləşib. Mən çox istərdim ki, o da bir Can Əli müəllimlə xatirələrini danışsın. Bilirsiniz nətərdir, xalqın oğlu olmaq bu çox çətin məsələdir. Və bir də Allah Taala sənə yaxşı səs verər, tembr verər və eyni zamanda bir sağlam orqanizm verər. Yəni, bilirsiniz, o bir sağlam bədəndə sağlam ruh olar. Bu çox gözəl bir deyilmiş kəlamdır. Ümumiyyətlə, mən deyim ki, yəni, siz səs, Aqil müəllim bayaq qeyd elədi, çox xanəndələrimiz var. Yəni, zildə, bəmdə, ortada, muğam sənəsində bu çox vacib şərtdir. Və eyni zamanda, bilirsiniz, o sağlamlığı mən qeyd elədim, bayaq Aqil müəllim yenə dedi ki, bəs bir rayondan çıxıb o biri rayona getmək və gününüzdən görsən ki, insanlar arzulayırlar, sən orada oxumalısan. Sağlam can olmasa, orada oxumaq çox çətindir. Mən Can Əli müəllimlə, Allah ruhunu şad eləsin, çox rayonlarda səfərdə olmuşam, nazirliyin tədbirlərində olmuşam və bizim axsaqqalımız Can Əli müəllim olub. Həm də Azərbaycan Dövlət Mədəniyyət İnsaniyyat Universitetində bizim kafedra müdürümüz olub uzun müddət və bir yerdə çalışmışıq. Rayonlara səfərə gələndə inanın ki, toy bayram idi. Yəni, çox məzəli insan idi, yəni heç kəs qoymurdu darıxmağa. Çox xoş xatirələrimiz var. Mən bütün burada olan hamımızın əzizidir. Yəni, bilirsiniz, Can Əli müəllim böyük bir sənət xanəndəliyi ilə bərabər gözəl muğam dəstgahları özündən sonra qoyub getdi. Yəni, bu xalqın əsl oğlu idi. Yəni, Azərbaycan mədəniyyətinə, can, dildən xidmət edən bir xanəndi. Həm də bilirsiniz, bu sənətə çox adam gəlir. Bilirsiniz, sənətkarlıq hər insana verilmir. Sənətkarlıq belədir ki, Tofiq müəllim, bizim ondan qeyri-adi bir şey gözləyirsən. Yəni, sənətkarlıq budur. Və sən gəlib o mikrofonda oturana qədər sən hələ bilmirsən ki, nə olacaq. Və birdən görürsən ki, ilahi bir qüvvə gəldi, o coşdu, nəsə bir başqa bir hal elədi, başqa bir güşə elədi. Yəni, bu hər sənətkarda olur. Bilirsiniz, Can Əli müəllim doğrudan böyük xanəndədir və özündən sonra da yaşayan bir xanəndədir. Allah böyle ömrü hər insana bəxş eləmir. Allah o dünyasını versin, məkanı cənnət olsun. Və mən o evlatlarına deyirəm ki, ağlamayın. Ağlamayın, valla fəxr eləyin ki, sizin belə bir atoz olur. Yəni bu Azərbaycan mədəniyyətində həmişə yaşayan bir xanəndədir. Allah o dünyasını versin. Hamımıza can sağlığı arz edirəm. Toy mənim özüm tədbirə görə təşəkkür edirəm. Sağ olun. Sizə maraqlı bir məlumat verim. Bizim çox qəribədir. Bax, məndə olan məlumata görə, yəni özü də mənə verdi. Atası xanəndə, babası da xanəndə. Amma hacıdan sonra artıq xanəndə yoxdur. Bu nəsildə yoxdur. Oxuyan, yəni belə yoxdur. Amma bunun müqabilində Azərbaycanda 3 məşhur, mən deyərdim ki, qeyri-peşələri hakim, tutaq ki, həkim olan Tərlan müəllim qardaşı. Ən yaxın qohumu Sabir, bir də Nurəddin bəy. Bunlar canlı, muğam üzrə ekspertlər. Siz inanırsınız ki, bunlar ekspertlərdir. Aqil müəllim, bir dəfə bunlarla söhbət edəmişsiniz yəqin ki, qardaş, muğam müsabiqəsi olsa, heç bir xalq artistine ehtiyac yoxdur. Mən onun yanında bir də bizim rayonda işləyirlər Tərlan müəllim. Hüquq işçisidir, sonra onun kitabla kabinetində nə olar? Yəni, bu kodekslərdə də olar. Başdan əvvəl Füzuli, Nizami, Seydəmizdir. Əsl Azərbaycan ziyalılarıdır, görürsünüz mü? Belə olmalıdır. Ona görə də bunların yanında muğamdan kimsə xalq artistlərlə danışmaq çox çətindir. Çünki ekspertdirlər. Sabir müəllimin özü, maşallah, həkimdir, amma elə ekspertdirlər. Bizim tərəfimizdə İbrahim müəllim əyləşir, Kuliyev, mən onu təqdim edib, hüquq elmləri doktorudur, professor, Azərbaycan Respublikasının əməkdar müəllimidir. Buyurun, İbrahim müəllim. İlk öncə hamınızı salamlayıram bu gözəl tədbirdə. Təbii ki, bu tədbir bir daha sübut edir ki, qədimbilən Azərbaycan xalqı öz layıqlı insanlarını, sənətkarlarını unutmur, yaşadır. Hər bir insan dünyaya gəldiyi andan son məzara gedənə qədər həm özü tarix yaradır, həm dünyasını dəyişdikdən sonra tarixini yaşadır. Məhz Can Əli Əkbərov
yaşadığı ömrün Azərbaycan mədəniyyətinə xidmət edərkən tarix yazmaqla bərabər mərhum dünyasını dəyişdikdən sonra tarix bunu yaşadır. Bax, bugünkü tədbir də bunun bir bariz nümunəsidir. Hər bir insan öz mahalını, öz elini, obasını bəzən lazım səviyyədə təqdim edir. Amma Ulu Tanrı bəzən belə insanlara müstəsna fitri istedad verərək o təkcə öz mahalını, elini, obasını yox, bütövlükdə xalqını, dövlətini təmsil etməyi bacarır. Və bu baxımdan da mərhum Can Əli Əkbərov müstəsna fitri istedada malik olmaqla bərabər Azərbaycan xalqını özünün timsalında Azərbaycan dövlətini, onun mədəniyyətini, onun muğamını, onun zənginliyini xarici ölkələrdə də beynəlxalq aləmdə layiqincə nümayiş etdirmişdir. Və təsadüfi deyil ki, Azərbaycan dövləti və onun rəhbərliyi başda ulu öndərimiz olmaqla və onun layiqli davamçısı İlham Əliyev olmaqla və Mehriban xanım bu gün Azərbaycan mədəniyyətinin incisi sayılan muğama xüsusi diqqət yetirir. Və məhz muğamın, mən deyərdim ki, Can Əli Əkbərov digər muğam sənətkarları ilə birlikdə daim onun kəşfində durmuş və muğamın incəliyini qorumuş. Həqiqətən burada qeyd olundu, hörmətli Tofiq müəllim, bilirsiniz, muğam sənəti dəryadır. Mən başqa ixtisas sahibi olsam da, amma poeziya, musiqi sənətinə, xüsusilə muğama böyük həvəsim var. Və ona görə də onun paçlığını, saflığını qorumaqdan ötürü mədəniyyət işçiləri, muğam sənətkarları gələk, onun keşində durmalıdır. Və Can Əli Əkbərov kimi. Əlbəttə, Can Əli Əkbərov təkcə kifayətlənməyib öz sənətkarlıq qabiliyyəti ilə, fəaliyyəti ilə ölkənin ictimai-siyasi həyatında da aktiv iştirak edən şəxslərdən biri olubdur. Mən uzun müddət Cənub bölgəsində rayon rəhbərliyi işlədiyim dövrdə də Can Əli məni mütəmadi olaraq məsələ rayona baş çəkmiş və gedən proseslərlə maraqlanmış, o çətin ağır dövrlərdə də ölkədə, o cümlədən Cənub bölgəsində ictimai-siyasi sabitin təmin olunmasında əlindən gələn etmişdir. Mən həmişə fərq etmişəm Can Əli Əkbərovna və quru hissi keçirmişəm ki, elə mənim elə oğlum var, elə Azərbaycan xalqının layiqli övladı var və Azərbaycan muğamının dünya şöhrətinə qaldıran insan var. Can Əli Əkbərov eyni zamanda mənə həm də elə oğlu olmaqla bərabər qohumdur. Bu da mənim üçün böyük bir qürur hissi yaradır. Əlbəttə, hər bir insan, insanın həyatı, həyat yolu bir karvan yoluna bənzəyir. Dünyaya gəldiyi andan son məzara gedənə qədər o karvan gedir. Olduğu yerlərdə, məskunlaşdıq məmləkətlərdə bir xatirələr izlər qoyur. Hesab edirəm ki, Can Əli Əkbərovdan elə bir karvan yolu keçib ki, hər bir insanın qəlbində, yaddaşında, ürəyində əbədi xatirə qoyur. Heç bir zamanda o unudulmaz, vəsililməz. Allahdan ona mən rəhmət diləyirəm, qəbri nurla olsun, şad olsun, onun yaxınlarına, qohumlarına, başda tərlanlarını olmaqla, onun övladlarına, nəvələrinə, həyat yoldaşına dərin hüzunla başsağlığı verir. Təşəkkür edim diqqətinizə. Çox sağ olun. Mən çox istərdim ki, bizim Can Əli müəllimin yaxın dostlarından biri, yəni eyni yaşdadılar. Şahlar babanı sizə təqdim edim, Şahlar Şuşalı. Can Əli müəllimin ən yaxın dostlarından biri olur. Və Xan Şunskinin həyat yoldaşının qardaşı. Əvvəlcə hamınızı salamlayıram. Şəxsən mənim üçün Can Əli müəllim həm fiziki cəhətdən, həm mənəvi cəhətdən yanımdadır. Bu rəhmətə getmir. Cənnətə gedənlər heç vaxt rəhmətli olur. Onlar əbədi o səviyyəni qazanırlar.
İlk dəfə Canəli müəllimi mən xanəmin evdə dərs deyərkən özü hörmət edirlər, axıra yaxın xanəmin tələbələri evə gəlirdilər. Birinci dəfə orada görmüşəm. Bir gün o Sovetin devrində bir telefon var idi, zəng gelirdilər, filan yerə cavab ver, filan yerə cavab ver. Yay vaxtıdır, nəysə, mən də aptekdə işləyirdim. Zəng gəldi, dedilər ki, bəs Şuşaya cavab ver. Şuşaya cavab verdim, gördüm xanım. Bəs dostun gəlib, dur, gəl Şuşaya. Durdum, getdim. Deməli, elə bil ki, xanəm 2 ay Şuşada qalacaq, Canəli darıxırdı. Gedirdi ziyarətə. İnanırsınız, dəfələrlə olmuşdu bu iş. Son vaxtlar qohumların birinin xeyir işində nəysə, mənə dost deyildi. Deyildi, dost. Mənə bir qısa bir tərif verə bilərsən, deyirəm, verə bilərəm, nədir ki? Zarafatı var idi, çox şirin zarafatı var idi. Dedim, sən muğam dünyamızın ən hündür zirvələrdə uçan qartalısın. Dedi, boy. Dedim, yox, sən o zirvəyə qaldıran qanadıyım. Biri Xanəlidir, atası. O birisi Xanəlidir. Baxdı, kaş elə, nə bilim, məni qucaqladı. Dedi, bu qanadları elə gözəldir. Vaxtınızı almaq istəmirəm, çox danışmaq olar. İnsanda ilahi, o sənətkarlıq öz yerində, bunu hamı deyir. Nə böyüklükdə səmimiyyət ola bilər, nə zənginlikdə səmimiyyət ola bilər. Nə bilim, elə bilin ki, mən fikirləşirəm ki, o kimsə əlinə belə bir bıçaq alıb, yaralasa da o adam ondan inciməzdi. Heç vaxt. Hamının dediği kimi Allah qani-qani rəhmət eləsin, yerini behişt eləsin. Yenə deyirəm, Canəlimiz öldür. Canəlimiz sağdır və həmişə də sağ olur. Allah rəhmət. Şahlar baba, buradan Şuşaya neçə kilometrdir? 600'dür? 500? Deməli bilirsin nə tərəf? Yox, kilometrini deyim mənə. Məkkə ilə Mədinənin arası təqribən 400 kilometr. 400 kilometre. 400. Təqribən Bakı ilə Şuşanın arası da bilirlər. İndi mən mən nəyi demək istəyirdim? Canəli müəllim deyirdi, Şahlar baba birinci dəfə demişdi ki, o heç kimə xam, heç kimə etibar elə bilmirəm yoxsa necə, bunun maaşını, yəni 3 aylıq, 2 aylıq maaşını ancaq Canəli müəllim alıb aparırmış ora. Buradan Şuşaya öz maşınında gedirmiş, bilmirəm, maaşını, yəni onun əmək haqqı deyirlər də, baba orası. Xanəmi dondol yerdir. Fikir verirsiniz mi? Bu insana nə qədər etibarı varmış ki, 3 aylıq təqaüdünün maaşını yəni xanəmiyə çatdırılmış. Kamil müəllimə söz vermək istəyirəm.